Marafonun 17-ci günü. 17-ci gün məmnunluq günüdür. Hər şeydən razı olma, razı qalma günüdür. 17-ci gün məmnunluq gününü elan edirik və vibrasiya mövzusuna davam edəcəyik. Arzuların reallaşmasında çox az insanın bildiyi bir sir var. Hal-hazırda baş verənlərdən məmnun olmaq. Marafon iştirakçılarından biri tətbiq etdiyi bir texnikanı sizə danışım. O həmin o marafon iştirakçısının hələ öz evi yox idi və qaldığı kirayə mənzili heç sevmirdi. O arzusunun hələ Çin olmadığı bir reallıqda yaşayırdı. Belə vəziyyətlərdə insanın negativə köklənməsi, şikayət etməsi çox asandır. Amma arzunun açarı budur. Məhz indi əlində olanla xoşbəxt olmağı bacarmaq. Əgər mən ətrafımda baş verənlərdən narazı qalmağa davam etsəm, arzum heç vaxt Çin olmayacaq. Çünki mənim vibrasiyalarımı qəzəb, narazılıq və qıcıq tutur. Bunları mütləq kənarlaşdırmaq lazımdır. Bu emosiyaları, qəzəbi, narazıçılığı və qıcığı. Marafon iştirakçısı həmin kirayə mənzildə yaşayarkən oranı olduğu kimi qəbul etməyə başladı. Amma bu o demək deyil ki, o ömürlük orada qalmağa razılaşdı. Xeyr, o sadəcə mübarizəni dayandırdı. Mübarizə bizə heç nə vermir. O öz-özünə dedi. Yaxşı, bu mənim bu mənzildə son həftələrimdir. Bu mənzilə təşəkkür edirəm ki, mənə sığınacaq oldu. Burada isti və rahat yaşadım. O vibrasiyalarını qaldırmaq üçün hər yerdə pozitiv məqamlar axtarırdı. Siz də eynisini edin. Məsələn, həyatınızı düzənə salmaq istəyirsinizsə, tənhalıqdan əzab çəkmək ən böyük səhvdir. Tanıyıram elə insanları, işdən evə gəlib deyirlər, yenə təkəm, yenə sevdiyim insan yoxdur, hər şey bərbaddır. Bəs salam, negativ vibrasiyalar işə düşdü. Belə vibrasiyalar ilə arzuladığın gələcəyi özünə çəkə bilmərsən. Əksinə daha çox tənhalıq və qıcıq çəkəcəksən. Bunun əvəzinə evə gəlib düşünmək lazımdır. Bu mənim tənhalığımın son günləridir və mən bu günləri son həftəmdir, son ayımdır və mən bu günlərin dadını çıxaracağam. Tezliklə ailəm, uşaqlarım olacaq, bəlkə də tək qalmağa, özümlə vaxt keçirməyə vaxtım olmayacaq. İndi isə yatağımda tək uzanmağın, yemək bişirməyin, sadəcə özümlə olmağın həzini yaşayıram. Bax, beləcə siz indiki andan həzz alaraq arzuladığınız gələcək üçün doğru vibrasiyalar qurmuş olursunuz. Biz vibrasiyalarımızı nizamlayanda və indiki reallığımızdan məmnun olmaq yolunda irəliləyəndə həmişə bizi yolumuzdan çıxaran hadisələr baş verir. Yəni, xarici dünya bizə elə vəziyyətlər təqdim edir ki, sanki bizi bilərəkdən sarsıtmaq istəyir. Məsələn, işə gedirsiniz, kiminsə hərəkəti sizi məyus edir və dərhal negativ emosiyalara qapılırsınız. Yaxud rəfiqəniz gəlib boşanmaqdan danışır, siz yenə mənfi hisslərə bürünürsünüz. Belə hallar qaçılmazdır, dünya bizə bunları həmişə təqdim edəcək. Məhz burada biz sizinlə çox maraqlı bir prinsipdən istifadə edəcəyik. Niyyətin koordinasiya prinsipindən. Bu, transurfingin çox güclü bir texnikasıdır. Bu texnikanın mahiyyəti nədədir? Həyatınızda hazırda nə baş verməsindən asılı olmayaraq, biz həmişə elə reaksiya veririk ki, sanki bu bizim xeyrimizədir. Yəni, həyatımızda nə baş verirsə, baş verməsindən asılı olmayaraq, biz həmişə elə reaksiya veririk ki, sanki bu bizim xeyrimizədir. Nə qədər qorxulu və ya xoşa gəlməz bir şey baş versə də, dərhal bu nəticəyə gəlirik. Bu mənim xeyrimədir. Kainat bunu xüsusi olaraq ona görə edir ki, mənim arzum daha tez reallaşsın. Məsələn, sizə bir məsləhət verim. Təsəvvür edin ki, nəsə baş verir və ilk baxışdan bu sizin arzuladığınız gələcəklə tamamilə ziddiyyət təşkil edir. Nə etməliyim? Əsas məsələ düzgün reaksiya verməkdir. Düzgün reaksiya verməlisiniz buna. Bu elə niyyətin koordinasiya prinsipinin tətbiqidir. Mən necə reaksiya verdim? Aha, deməli kainatın belə bir planı var. Kainat mənim arzuladığım gələcəyi hansı yollarla, hansı mərhələlərlə həyata keçirəcəyini məndən daha yaxşı bilir. Demək ki, bu mənim xeyrimədir. Hələm bilinmir ki, bu hadisə niyə mənim xeyrimədir. Amma əminəm ki, bu məhz belədir. Mən başım çıxmır, yəni mənim xeyrimədir. Amma əminəm ki, bu məhz mənim xeyrimədir. Hazırda başınıza nə gəlirsə gəlsin. İstər kabluqunuz, diktaban ayaqqabınız qırılsın, istər kimsə sizdən borc alıb qaytarmasın, istərsə də rəhbəriniz üstünüzə qışqırsın. Qısası, hər hansı bir negativ vəziyyətdə həmişə niyyətin koordinasiya prinsipini işə salın. Vəziyyəti elə nizamlayın ki, o sizin xeyrinizə işləsin. Əgər vəziyyəti öz xeyrinizə çevirə bilirsinizsə, bunun necə faydalı olacağını görürsünüzsə, o zaman beyninizə kömək edin. Onu inandırın ki, bu hadisə məhz filan səbəbdən yaxşıdır. Yaxud sadəcə deyin, kainat hər şeyi daha yaxşı bilir. O arzuları belə maraqlı yollarla reallaşdırır. Özünüzə deyin, axı mən mənzərəni bütövlüklə kənardan görmürəm. Mənim zehnim məhduddur. Amma kainat hər şeyi görür. Allah hər şeyi görür. O şahmat taxtasındakı bütün figurların yerini bilir və onları hərəkət etdirir. Mən yolumu çizmişəm, hansı istiqamətdə getməli olduğumu və şahmat taxtasında hansı xananı tutmaq istədiyimi bilirəm. Kainat da bunu bilir. O mənim seçimimi artıq qəbul edib və məlumatı alıb. Deməli, kainat məni mütləq həmin nöqtəyə çatdıracaq. O hər şeyi bizdən daha yaxşı bilir. Sadəcə kainata güvənin. Deyin, mən sadəcə kainata etibar edirəm. Baş verən bütün hadisələr həmişə mənim xeyrimədir və məni doğru istiqamətə aparır. Bax, niyyətin koordinasiyası prinsipi elə budur.